Dostlar, hamıya salam. Sizinlə bu günləri nano SMR-dir. Bizdə bu günləri deməli makarondu bantik formasında və qiyməmiz güya xingal. Burada qatığımızdır, burada kök salatımızdır. Kök salatı soruşurdular, orada nədir? Kökdür, rəndələnib, günə baxan yağı və duz, başqa heç nə yoxdur. Çox ləzzətli olur. Burada ayranımız, xiyar pomidorumuz, tərəvəzlərimiz. Gəlin başlayaq. Dəhşət necəyəm? Acam. Gəlin birinci bir dənə qatıqsız. Geçen dəfə bir nəfərə xəngəl söz vermişdim. Deməli, mama xəngəlin özünü aldı. Biz xəngəlin özünü eləmirik də, alırıq. Ətini falan elədik, gecə idi. Nənəm də belə deyir, hə, oturaq xəngəl yeyək. Yəni də xəngəli qaynadaq yeyək. Ona da deyir ki, bu yəni sabahları yeyərik də, Nərgiz elə bir dəfəlik çəkər, elə biz də yeyərik. Nənəm də belə elədi. Hə, yaxşı. Mama da başa düşdü ki, nənəm xəngəl istəyir. Sonra biz yedik, mən istəmirdim xəngəl yeməyi. Dedim ki, ay mama, sabah qalmış deyə. Sonra dedim, mama, mən yeməyəcəm də, siz yersiniz. Mən bir dəfə yeyirəm də belə şeylər. Dedim, yeməyəcəm. Mamanın əllərinə sağlıq, çox qəşəng eləyir, valla. Hamısını qarışdıraq. Mən ətini, bəziləri pavlotki də biz eləyirik. Onu slavyanlar eləyir. Ətlə makaronu atırlar bir yerə və qarışdırırlar. Mən üstündən olanda sevirəm. Nəyə görə? Əti hiss eləmirsən. Ancaq belə olanda hiss eləyirsən. Sizin bütün rəyləri oxuyuram. O qədər mənə təsəlli verirsiniz. Dəhşət çox aktivsiz. Dünənləri video çəkməmişəm. Deməli, mənə nə yazırlar? Videoda da hər gün video söz vermişdin. Hangi video? Başa düşmədi yəni. Bizdə də dünənləri yox. 3 gündə internetdə problem var. Mən megabaytla yüklüyordum, yəni bu həddə. Qəşəndə pul gedir də bu megabaytla yükləmələrə. Operatora zəng edirəm, operator mahnını qoyur. Əsəbim, Üsəm. Ustanı çağırdık özümüz. Yadımıza düştü ki, bize bir defa oradan usta gelmişti. Biz de nömrəsini yazmışdıq. Deyir, mən başqa ərazidəyim. Biz de çox xahiş edirəm. Gəlin, yəni mənə lazımdır. Video heç nə yükləmir. Ancaq WhatsApp işləyirdi. Videolara baxa bilirdim, amma yükləyə bilmirdim. Usta sağ olsun. Saat 8 idi, 9 idi, neçə idi, gəldi. Əziyyət dəhşət çox çəkdim. Hürmətini elədim. Dedim, yəni var olun. Götürmək istəmirdi, dedim, yo. Mən sevmirəm. Nə var ki, götürmürlər. Sonra müraciət eləməyə utanırsan da. Amma gələn dəfə ağız aça biləcəm də. Çünki internetlə tez-tez problemlər olur. Mənə də internet lazımdır. Dəhşət acım, elə yiyirəm, elə bir 10 gün yeməmişəm. Amma ilk yeməyində. Saat indi dərəcəni göstərir də. 3:55-də. İlk yeməyimdə 12'den durmuşam. Bu günləri 12'də durdum. Oy. Və mən bir dənə bəy sual vermişdi. O deyəsən evlənmək istəyir. O da balaca oğuldu.
deyir ki, böyük oğul evlənməmiş. Sizcə balaca evlənə bilməz. Valla bizdə benim ailədə nerede? Sen birini sevirsen hiç kime vermir. Görüşürsən, sonra öz ailəvə deyirsən ki, gələcəklər məsələn. Ailən deyir, kimdir? Öyrənir. Nə kişidir? Deyirlər, aha, yaxşı, üç soba belə baş verir. Böyük qardaşı var. Balaca, heç bir fərqi yoxdur. Elə çıxır ki, balaca qardaşın artıq məsələn sevdiyi var, evlənmək istəyir. Böyük hələ 50 yaşına qədər tərpənmək fikri yoxdur. İndi balaca nə etməlidir? Yoxsa böyüyü tez kiməsə vermək lazımdır ki, sevməyə. Ki tez balaca gələ bilsin. Bu düşüncələri başa düşmürəm. Mənə görə hamının öz həyatı var. Hamının da öz vaxtı var. Ola bilsin ki, yəni məndə də məsəl üçün belədir də. Məndən balaca, yaşda balaca, yaxında hərisi olacaq, nişan olacaq. Yaxınımdır, yəni belə deyək. Demək, mənim öz qardaşım belə olsaydı, mən deməliydim. Yox, sən məni otur gözlə. Sevmişsən məni deyil də. Sen otur öz sevdiğin kızla çürü gözlə. Bu nə düşüncədir? Əksinə. Sevin ki, qardaşında, bacında və yaxud da kimdəsə, yəni öz insanını tapıb. Nə olub? Sən ki, hələ gəlirsən, tapmayıb deyə, yəni o birisi bədbəxt olmalıdır. Yox. Bu hansı əsrdə qalıb bilmirəm. Əsla yəni mənə görə düzgün fikir deyil. Yəni həm də ki, o nə pisliyə, o nə deməkdir. O deməkdir ki, böyük evdə qaldı, bu getdi. Bunun alın yazısı başqadır. Balaca da həmişə böyüyə baxaraq hərəkət eləməlidir. Əsla elə fikirləşmirəm. Əsla buna normal baxmıram. Rəylərdə yazarsınız. Sizcə necə də? Mən ümumiyyətlə Azərbaycanda olan çox qaydaları yəni bilmirdim. Yəni nə mənada mentalitetinə uyğun nəsə də hansı bir nəsə eləmək olmaz, onların çoxlarını bilmirdim. Rəylərdən öyrənirəm. Yəni mən bilmirdim ki, məsələn, baxıram ki, Instagramda falan çox qızlar, yəni indi ərə gediblər də, blogerlərə falan baxıram, onlar xına yaxdı eləyir. Mən bildiyimə görə, mən bizim ümumiyyətlə açılıq xına yaxdı da olmamışam.
Mama gül olub. Amma mən başa düşmürəm ki, yəni xınayaqdı nədir də, o nə deməkdir? Bizim deyəsən Azərbaycan da yox idi o. Hardan gəldi? Bilirəm türklərdən deyəsən gəlib o bizə. Biz bir qardaş dövlətdəyik, o heç. Amma bizdə belə bir şey yox idi. Çünki siz türk toylarını bilirsiniz də necə olur. Bizdə stollar tökülür yeməkdən. Barmaq qoymağa yer yoxdur. Bizim toylarda. Onlarda elə deyil. Onların toyundan acı gəlirsən evə. Ona görə demək istəyirəm ki, onlarda çox fərqlilik var. Bu qızıl vermək, ya bilməm, belə manetkalar alırlar da toylara. Yəni bizdə belə bir şey yoxdur. Bizdə pul qoyurlar. Çox fərqlilik var və mən konkret türklərin hər adət ənənəsini bilmirəm. Amma demək istədiyim odur ki, bizim heç bir adət ənəni belə götürmürlər də. Amma biz niyə? Aşı anlamıram. Kimi xınayaqdı da olub. Ümumiyyətlə nə olan bir şeydir. Mamanın dediyinə görə ancaq xanımlar olur orada. Toydakı kimi konkret yeməyi belə elə deyil. Qız qırmızı paltarda olur, yəni belə yeri olur, oradakı oturur. Rus onun mənasını başa düşə bilməm. Divişnik kimi bir şeydir yəni. Yəni Ruslarda var divişnik. Qızlarla yığışırsan toy qabağı. Öyle bir subaylığı yola verirsən də, sonra ərli qız olursan. Yersiniz, içirsiniz. Ama Azərbaycanda da var yani. Padrugalardan yığışmaq. O hər yerdə var. Prosta ki bu xınayaqdı məsələsini mən anlamıram. Mən maraqlıdır. Kimlər edib, ediblərsə mənası nədir, yəni niyə? Mənə görə açığı o boş xərcdir. Mənim düşüncəmlə. Mən ümumiyyətlə özüm toyları o 400-500 nəfərlik sevmirəm. Ama dayım kızın toyu olanda onlar 300 neçə nəfər idi. Dayımın çox tanışları var. O kimisə çağırmaya bilməz. Ama ki, yəni yəqin ki mənim toyum olsa, yəqin ki oğlan da razı olsa, mən o qədər insan istəmirəm. Yəni maksimum yəqin ki, yəni yaxınlarımı çağıracağım. Yaxın bildiyim insanları. Ay kimisə toyuna 180 il bundan əvvəl getmişdi. Yəni belə bir şey yoxdur. Yəni mən elə istəmirəm. Düşüncələrinizi yazarsınız, siz bilirsiniz də məni. Mən bütün rəyləri oxuyuram. Həmişə sizə önəm verirəm. Çalışdığım qədər cavab verirəm. Bunu çox gözəl bilirsiniz. Yəni həmişə də mənə rəylərdə yazırlar ki, yeganə blogerlərdən biri, yəni tək mən yox, bir neçəsi də var da, yəni ki, həmişə rəylərdə cavab verir. Çünki siz olmasaz mən olmaram ona görə. Bu nə hörmətsizlik məsələndə mən görürüm, insan mənə sual yazır və yaxud da nəsə yazır. Ya mən burada cavab verirəm videoda, ya da ki, insan mənə nəsə müraciət eləyir. Mən necə belə görüm demə.
necə elə eləyə bilmərəm. İnsan mənə baxıb sözünü yazır. Görməyə bilərəm. Çünki ürək çox ola bilər. O ola bilər. Amma mən görüm, cavab verməyim, elə bir dünya yoxdur. Sizi də çox istəyirəm uşaqlar. Çox sağ olun ki, varsınız. Yedim, ancaq suyu qaldı. İçdim, yedim. Üzrsən qatıq yemədim. Qəsdən o qədər çox yemək qoymadım ki, bu dəfə dəqiq şey yeyim. Qatıq qaldı. Qatıq çoxdur da, qatığı ara bura. Yəni sup eləməyəcəydim ki. Yəni. Uşaqlar, sizi öpürəm. Əgər köynə videoma baxmamızsa, burada köynə videom var. Ora basıb Əgər köynə videoma baxmamızsa, bura basıb baxa bilərsiniz. Burada da logo olacaq. Ora basıb takip ata bilərsiniz. Hə, bax belə nərgiz. Sabaha dək ya o biri günə dək.